Salam, hər vaxtınız xeyir olsun. Bu gün dərinin quruluşu və funksiyaları mövzusunun testlərinə baxacağıq. Başlayaq birinci sualdan. Tər və pi vəzləri dərinin hansı qatında yerləşir? Bilirik ki, dəridə 3 qat olur. Epidermis ən üst xarici qat, derma, bir də dəraltı pi qat olur. Tər və pi vəzləri isə ortadakı qatda, dermada yerləşir. Dərinin dəraltı pi qatı əsasən hansı toxumadan təşkil olunmuşdur? Dəraltı pi qatı birləşdirici toxumadır. Pi toxuması da onun bir növüdür. Burada olacaq cavab C bəndi. Təkrar eləyək. Epidermis epitel toxumasından ibarətdir. Çoxqatlı epiteldir. Derma birləşdirici toxumadır. Dəraltı pi qatı da birləşdirici toxumadan təşkil olunub. 3. Dərinin xarici qatı epidermis hansı toxumadan təşkil olunub? Çoxqatlı epiteli. İnsanın dəri reseptorları, təbii ki, biz dəri ilə soyuğu, təzyiqi, ağrını, istini hiss edə bilərik, amma qoxunu dəri ilə hiss etmirik. Dadı dəri ilə hiss etmirik. 6. İnsan dərisinin funksiyalarına aid deyil. Bizi xarici təsirlərdən qoruyur. İfrazat funksiyası yerinə yetirir. Məsələn, tər vasitəsilə lazımsız məhsulları xaric edir. Qan yaranmada iştirak edir. Dərinin belə bir funksiyası qətiyyən yoxdur. İstilik tənzimində iştirak edər. Orqanizm həmişə çalışır ki, bədən temperaturunu sabit 36 dərəcədə saxlasın. Məsələn, hava çox isti olduqda, məsələn, çox idman etdikdə, bədən temperaturu artdıqda dəridə olan damarlar genişlənir və istilik xaricə çıxır. Həmçinin tər ifraz olunur. Bu da bədəni soyudur. Və yaxud da tam əksi, soyuq havada dəri damarları daralır, tərləmə də azalır. D vitamininin sintezi də dəridə gedir günəş şüalarının təsirində. 7. Dəri hansı funksiyanı yerinə yetirmir? İfrazat funksiyası dedik var. Ətraf mühit təsirlərindən qoruyur. Humoral tənzimi yoxdur. Sual işarəsini yerinə yazmaq olar. Epidermis və derma üçün oxşar əlamət olmalıdır. Epitel toxuması təkcə epidermisə aiddir. Derma birləşdirici toxumadır. Ölü hüceyrələr təkcə epidermisdə var. Epidermisin üst qatında. Hansı ki, sürtülüb tökülür. Sonra onlar necə yenilənir? Epidermisin dərində altında olan canlı hüceyrələr sayəsində o ölü hüceyrələr tez-tez yenilənir. Sayaq əzələlər təkcə dermada var. Tükü qaldıran əzələlərdir. Pigment hüceyrələr epidermisdədir. Canlı hüceyrələri biz ikisinə də aid edə bilərik. Çünki canlı hüceyrələr epidermisin alt qatında var. Üstü ölüdür, altı canlı hüceyrələrdir. Dermada da onsuz da yalnız canlı hüceyrələrdən ibarətdir. 9. Hansı sırada insan dərisinin funksiyaları düzgün göstərilib? Dərinin müdafiə funksiyası var, qoruma funksiyası var. İfrazat ola bilər. Deməli, istilik tənzimi dedik var, hissiyat da var. A bəndi doğru olacaq. Digərləri niyə olmaz? Humoral tənzim, qan yaradıcı yoxdur, humoral yoxdur, həzm yoxdur. Tənəffüsü çıxmıram, çünki tənəffüs ola bilər insan dərisində çox cüzi miqdarda qazlar mübadiləsi, tənəffüs gedə bilir. Ona görə tənəffüsü çıxmıram, amma digər sözlərə görə bu variantlar səhv olacaq. Dərinin derma adlanan qatı əsasən hansı toxumadan təşkil olunub? Derma birləşdirici toxumadan təşkil olunub. Fikirlərdən hansı doğru deyil? Dəri qan yaradan üzvdür. Bu yanlış olacaq. Dəridə qan yaranmır. 12. Dərinin üzərində sürtülüb tökülən hüceyrələrin təzələnməsi nəyin hesabına gedir? Epidermisin üstü ölü hüceyrələrdir. Bunlar sürtülüb tökülür. Onun yerinə epidermisin altında yerləşən sıx birləşdirici yox, derma qatı yox, epidermisin dərinliyində yerləşən hüceyrələrin çoxalması hesabına yenilənir. 13. İnsan üçün hansı ifadə doğru deyil? Qoruyucu orqanda düz, dəridə A vitamini yox, günəşin təsiri altında D vitamini əmələ gəlir. İnsana dərinin hansı qatında yerləşən hüceyrələr digərlərinə nisbətən daha tez-tez yeniləri ilə əvəz olunur? Təbii ki, olacaq epidermisdə. Çünki üst qat sürtülüb tökülür, alt qatda olan canlı hüceyrələrin hesabına
yenilənir. İnsanın dərisində adətən hansı növ əzələ toxuması olur? Dəridə bircə növ əzələ toxuması, orada saya əzələdir. Digərləri yoxdur. Saya əzələlər də tükü qaldıran əzələlərdir. 16. İnsanın dərisində adətən hansı əzələlər olur? Uzunluğu həlqəvi ümumiyyətlə insan dərisində yoxdur. Qurtlarda keçmişdik uzunluğu həlqəvi. İnsanda yoxdur. Enli zolaqlı yoxdur, yalnız sayadır. Tükü qaldıran qan və limfa damarlarının əzələləri insan dərisində ola bilər. 17. Cədvələ əsasən X və Y-i müəyyən edin. Dərinin qatları X və Y verilib. Tər vəzlərinin yerləşməsi. X-da var. Əmələ gəldiyi toxuma qrupu birləşdiricidir. Qan damarlarda varsa, deməli bu derma qatına uyğun gəlir. Y-də də əmələ gəldiyi toxuma qrupu epitelidir. Pi qatı olmaz. Burada olacaq epidermis. Doğru cavab D bəndi. Qan damarlarda yoxdur, tər vəzlərdə yoxdur. 18. Dərinin hansı hüceyrələrində biosintez prosesi baş vermir? Biosintez hansı hüceyrələrdə baş verə bilər? Canlı hüceyrələrdə bu proseslər baş verər. Amma ölü hüceyrələrdə nəsə sintez oluna bilərmi? Nəsə əmələ gələ bilərmi? Xeyr. Ölü hüceyrələr də epidermisin üst qatında yerləşir. 19. Verilmiş şəklə əsasən doğru ifadəni müəyyən edin. S ilə epidermis, R ilə derma, P ilə də dəraltı pi qatı göstərilib. R üst qatı ölü hüceyrələrdən ibarət. R-in yox, S-in, epidermisin üstü ölü hüceyrələrdən ibarətdir. S dəriyə rəng verən pigmentlərlə zəngindir. Doğrudur. Melanin pigmenti var epidermisdə. P insanın arıqlaması üçün bu qatın qalınlaşmasına yox, nazikləşməsinə səbəb olur. S tək qatlı yox, çox qatlı epiteli toxumasından təşkil olunub. R tükü qaldıran eninə zolaqlı əzələlərin yox, saya əzələləri yerləşdiyi qatdır. Doğru cavab olacaq B bəndi. Eyler-Beyin diaqramına əsasən doğru bəndləri müəyyən edin. 1-ə aid olmalıdır tər vəzsi, 2-yə pi vəzləri, 3-ə də aid olmalıdır, yəni hər ikisinə aid olan variant olmalıdır. Baxaq. Dərinin derma qatında hər ikisi yerləşəcək, mərkəzdə olmalıdır. Bəzi ifrazat məhsullarını xaric edir, tər vəzləri tər xaric edir. Axacağı tük solğanaqlarına açılan pi vəzlərdir. Pi vəzlərinin ifraz etdiyi pi dərini, tükləri yağlayır, yumşaq edir, hamar edir dəri və tükləri. Axacaqlarda tük solğanağına açılır. Xarici sekresiya vəzisi də hər ikisi. Tükləri parıltılı elastik edən pi vəzisidir. Axacaqları dərinin üst qatından xarici açılan da tər vəzisi olacaq. 2, 6, 1, 4, 3, 5 doğru cavab B bəndi. 21. İnsanda 2 ilə işarə olunmuş dəri qatı dermadır. Təşkil olunduğu əsas toxuma növü derma hansı toxumadan, birləşdirici toxumadan təşkil olunub, formalaşdığı rüşeym vərəqi də mezodermadır. Epidermis ektodermadan formalaşıb. Derma ilə dəraltı pi qatı da mezodermadan formalaşıb. Burada da biri soruşursa da epidermis formalaşdığı rüşeym vərəqi ektodermadır. Özü də çox qatlı epiteldən ibarətdir. Dəraltı pi qatıda təşkil olunduğu əsas toxuma növü ola bilər pi toxuması birləşdirici toxuma. Formalaşdığı rüşeym vərəqi də mezodermadır. D bəndi uyğun gəlir təkcə. 24. İnsanda tər vəzilərinin yerləşdiyi dəri qatı. Tər vəzləri dermada yerləşir. Təşkil olunduğu əsas toxuma növü tər vəzləri epiteli toxuması, vəzili epiteli toxumasından təşkil olunub. Aid olduğu vəzi qrupu da olacaq xarici sekresiya vəzisi. Niyə xarici sekresiya vəzisi? Çünki xaric etdiyi sekresiya məhsulu dəri səthinə axır. Yanlış ifadəni müəyyən edin. Dermanın üst hissəsindəki hüceyrələr ölüdür, doğru. İnsan arıqlayanda dəraltı pi qatı nazilir, doğru. Burada dermanın yazıb.
Dermanın yox, epidermisin üst hissəsinə gücərlər övüdü. Bir ona görə səhv olacaq. Dərinin orta qatı üst qatından qalındır. Orta qat şəkildə görə bilərsiniz ki, üst qatdan qalındır. Bu doğru. İnsanın 2 kvadrat metr dərisində təxminən 2000 yox, 2 milyon tər vəzisi var. Bu da səhv. Pi vəzləri dəraltı pi qatında yox, derma qatında yerləşir. 1, 4 və 5 olacaq. 26. Sxemə sayısan hansı ifadələrin yanlış olduğunu müəyyən edin. Epidermisdə qan damarları yerləşir. Epidermisdə qan damarı yoxdur. Elə yanlışı istəyir bizdən, onda bunu yanlış olaraq seçirik. Əl barmaqlarının uclarında dəri reseptorları sıx yerləşir. Bu da doğrudur. Məsələn, əlimizlə əl barmaqlarının vasitəsilə hansısa cismin formasını öyrənirik, ağrını hiss edirik, istini hiss edirik və s. Bu doğrudur. Ən alt qatı istiliyin tənzimində rol oynayır, orqanizmi mexaniki təsirlərdən qoruyur. Dəraltı pi qatı istiliyin tənzimində rol oynayır, orqanizmi də mexaniki təsirlərdən qoruyur. Məsələn, orqanizmə, bədənə dəyən zərbəni zəiflədir. Ona görə mexaniki təsirlərdən qoruyur deyə bilərik. Üst qatı tək qatlı epitel toxumasından təşkil olunub, tək qatlı yox, çox qatlı epitel toxumasından təşkil olunub. Bu iki cümlə yanlış olacaq. 27. İnsanın pi vəzləri dərinin epidermis qatında yox, dermada yerləşir. Xarici sekresiya vəzisidir. Tük soğanaqlarına açılan axacaqlara malikdir dedik, doğrudur. Epidermisin səthinə açılan axacaqlar epidermisin səthinə yox, tük soğanaqlarına açılır. Dərinin melanin pigmenti ilə zəngin qatı epidermisdir. Dərinin melanin pigmenti ilə zəngin qatında yerləşir deyir. Epidermisdə yerləşmir, dermada yerləşir. Tükləri elastik və parıltılı edir. Doğru olacaq. Bu qədər testlərin sonuna gəldik. Kanala abunə olmağı unutmayın. Sağ olun.